Salam aleykum xanımlar, kanalıma xoş gəlmişsiniz. Bir daha adresi deyim soruşanlar üçün. Sumqayıt şəhəri 17-ci mikrorayon 5 fəsil ucuz market tərəf və Qərb sarayı o tərəfdədir. Baxız buradan görünür. Qərb sarayı ilə üzbəyüzündən biraz aşağı düşürsüz və Nur Hicab dükkanı. Bunlar da buraya həmişəki kimi tökmüşəm ki, mankenlərin əynini dəyişim. Daha bunları göstərməyəcəm. Hər dəfə eyni şey olmasın. Bir dənə hazır olandan sonra geyimləri üstlərini də göstərəcəm. İşte o. Bu gözəlçədə həmişəki kimi yadımdan çıxır. Bunu geyindirməyə əynini dəyişəcəm. Başqa nə çəkim? Xanımlar soruşmuşdu ziyafət geyimlərini. Bunları da indi bir çəkəcəm. Qiymətlərini düşürdüb. Ziyafət geyimləri bizdə azdır, amma var. Onları da göstərəcəm inşallah düşürdəndən sonra. Əvvəl bunları geyindirim, ondan sonra çəkərəm. Axır ki bitirdim, geyindirib bunları. Bu yenə qaldı. Buna paltar seçməyə biraz çətindir. Arıqdır deyə. Bilmem bu altın sintifonla doldurum. O yanına bu nə yanına ki belə mənasız qalır əyində paltar. Bütün vidini öldürür paltarın. Bunlar onlara baxanda yaxşıdır. Biraz ətlidirlər bunlar. Biraz da uzundular da. Uzundur deyə hər şey qısa qalır bunlara. Yupkalarımı sözüm biraz aşağı salarım. Bir də böyük razmer geyindirirəm ki qısa qalmasın deyə. Bu birinci bu paltardan danışım. Dağıstan modelidir, Sultanka inandı belənci. Ətəyi baxız, prosta bu ayaqları çox bitişiydi deyə bu modelin manikenin bilinmir. Belə. Belə. Böyürdən belə xəti gedir, arxadan da, qabaqdan da. Belə bir sport hicabımız. Arxada isə heç nə yoxdur. Plaşovka materialdır. İndiki vaxt üçün çox qəşəngdir. Bir də belə bir sumka ilə uyğunlaşdırmışam. Hicabı da həmçinin. Bu modeli isə belə bir boğazlı modeldir. Hicabı da buna uyğunlaşdırdım. Bunda ağ xətləri var deyə, bunda ağ xətləri var deyə bozdu. Paltar da özü də bozdu. Yupkanın ətəyi də belə rezinka ilə yığılır. Köynəyin də ətəyi belə rezinka ilə yığılır. Sadə sport geyim gündəlik üçün də qəşəng geyimdir. Belə. Bu da ki bizim sevilən dəstimiz. Belə bir kojnay bonyada taxmışam. Bu da ki belə bir hazır hicabdır. Axırıncı videoda paylaşmışdım bu hicabı. Adı Marokko'dur deyəsən. Belə baş hissəsində tikişi var. Qaradır deyə burada biraz qaranlıq düşür, görünmür. Nədirsə. Belə bir dondu. Makaronkaya oxşur, amma makaronka belə stilç kimi makaronkadır da. Sonra üstündə belə kojunay üst geyim kimi belə bir şey uzun. Sonra isə belə bir şey kostyum içlik dondu. Belə arxasında zamokla stoyka varatnik kimi. Böyürlərində 2 dənə yekə cibi var. Bir də yığılıb, açılıb bağlanan belə bir yeri var ki, istəyirsiniz enli geyiniz, istəyirsiniz biraz yığıb geyiniz. 2 tərəfli də zamoku var. Yuxarıdan da aşağıdan da bağlanan belə uzun dondu. Razmerdəndir. Bu da razmerdəndir. Bu da razmerdəndir. Bu isə standartdır. Belə. Hansı geyimi daha çox bəyəndinizsə, rəy bölməsində yazardınız, bilərdim. Çalışıram həmişə orada sport geyimləri qoyum. Bu tərəfə isə klassikə daha yaxın olan bir şey. Belə.
Salam aleyküm xanımlar. Ziyafət geyimləri də göstərmək istəyirəm. Bunu paylaşmışdım mən, səhv eləmirəmsə. Belə bir geyimdir. Boyası da var, belə bir geyimdir. Qollarında da belə bir qaşları var. 48 ölçüdür. Düzdür, elə yekə də görünmür. Xeyli uzundur belə. Belə bir materialdadır. Bunu hələlik bura qoyum. Bu Dubai abayasıdır. Dubai'den gəlmə. Materialı çox qəşəngdir. Mədinə ipəyi kimidir. Naxışlardır, belənçi naxışlarlandır. Qaşlarla. Belə aralıdır da belə şeylərlə taxılıb, knopkalarla. Və belində də belə bir remeni də var. Belinə kim istəyir taxır, kim istəyir taxmır. Qollarında da belə. Çox qəşəng materialı var. Bu 60 razmerdir. Bu da belə bir dondu. Altda qollu dondu, belənçi. Belə materialda. Masla materialıdır bu altdaki. Altındaki belə qaşlıdır. Üstədəki belə abayası var. Burada bitişən bir yeri var belənci. Açıb bağlamaq olur yəni. Üstündə 3 yazılıb, yəni böyük bədən üçündür də. 3XL-dir yəqin. Ayrı da geyinmək olar üstündən nəylənsə. Belədir. Və belə bir atlasdan dondu, belə qəşəng atlas deyil, elə belə nazik atlaslardan deyil. Bu hissəsi belə tül kimidir, amma içində patkatkası var da alt hissəsində. Necə göstərim ki, görünsün. Belə bir poyası da var. Bu belə baxanda sadə görünür, amma geyinəndə qəşəng görünür. Bu poyası da belə qalın bu hissədən bağlanılır. Çepi də üzərində belə bir çepi də var. Çox uzun modeldir. Əynində qəşəng qalır. Qəşəng bir hicabla belə geyinəndə eləyəndə qəşəng qalır çox. Ölçüsünə baxın. ...44 ölçüdür. Şimdi burası sərim boş görünməsin. Burada Misirdən olan abayamızdır. Yəni belə. Misirdən olan abayamızdır. İçilik donu var altında. Və üzərində də belənçi. Bunun indi başqa rənglərində sifariş vermişik. İçilik dondur. Qəşəng belənçi. Buradakı içilik donlardan deyil də, bu materialı fərqlidir. Belə qarmoşqalı kimidir.
Bu da böyle qat-qatlandı. Çox qəşəng qara rəyində. Sabah inşallah paylaşacağım bunun videosunu. Sabah deyəndə ki, indi bu çəkilişi yəqin sabah eləyəcəm, ya birisini birinci eləyəcəm, bilmirəm. Sonra belə bir don var. Enli modeldir. Böyük bədən xanımlar da geyinə bilər, arıqlar da geyinə bilər. Üstündə belə poyası da var. Belə bir dondur. Qollarında belə bir qaşlarlandır. Razmeri isə 46 razmerdir. Sonra bu donu paylaşmışam. Bunu indi paçkadan çıxartmayın. Bunun videosu var. Belə bir dondu. 40 razmerdir. Nişana falan belə giymək üçün qəşəng dondu. Və belə Misirdən gələn abayalarımızdır. Beləncə standart ölçüdür. Bunu göstermiştim böyle bir rüsumkayla. Bir de o da var. Biraz vitsiz görünür orada. Şalıdır. Üzerinde de sade dondu. İşte bugünlük bu kadar.